Firudin, səncə Kristofer Nolanın ən yaxşı filmi hansıdır? Başlayaq. Başlayaq. Yuxusuzluq yoxsa izləmə? Mənə görə Al Pacino'nun baş rolda oynadığı ən gözəl filmlərdən biri olan Yuxusuzluq, Insomnia. Superdir. Insomnia. Yuxusuzluq yoxsa Tenet? Tenet də mükəmməl filmlərindən biridir, amma mənə görə Insomnia daha yaxşıdır. Yuxusuzluq yoxsa Dunkirk? Mənə görə Dunkirk. Çünki müharibə tipli filmlərdən ən sevdiyim filmlərdən biridir. Bəli, Dunkirk. Dunkirk yoxsa Odissey? Odisseya. Təbii ki, Odisseya. Çünki son günlərdə kinoteatrda da filmi çıxıb və o baxımdan özüm də izlədim. Super. Məncə Odisseya daha yaxşıdır. Odissey yoxsa Batman başlanğıc? Batman başlanğıc. Batman başlanğıc yoxsa Oppenheimer? Bəlkə də Batman sevərlər bunu bəyənməyəcək, amma mənə görə Oppenheimer daha yaxşıdır. Oppenheimer yoxsa Qara Cəngavər yüksəlir? Qara Cəngavər yüksəlir Batman trilogiyasının ən son filmidir. Mənə görə Qara Cəngavər yüksəlir, daha yaxşıdır. Qara Cəngavər yüksəlir yoxsa Memento? Memento da gözəl filmlərindəndir. Rejissor işinə görə də, ssenari xəttinə görə də, süjet xəttinə görə də çox mükəmməl filmlərdən biridir, amma yenə də Qara Cəngavər yüksəlir. Qara Cəngavər yüksəlir yoxsa Prestij? Heç düşünmədən Prestij. Yəni Christian Bale və Hugh Jackman bu filmdə mükəmməl rol oynayıblar. Eyni zamanda da mənə görə bir çox tarixi faktları, elmi faktları əks etdirdiyi üçün Prestij filmi daha yaxşıdır. Prestij yoxsa Interstellar? Bax, bu artıq yaralı yerimdir. Interstellar deyəcəm heç düşünmədən. Yəni mənə görə gəlmiş keçmiş ən gözəl filmlərdən biri də Interstellar. Interstellar yoxsa Inception? Inception. Bunları ümumiyyətlə iki yerə qoymaq olar. Interstelları həm də Inception'ı mənə görə ilk ikiliyə, amma biraz fərqlə Interstellar deyərdim. Interstellar yoxsa Qara Cəngavər? Qara Cəngavər filmi trilogiyanın, Batman trilogiyasının da ən gözəl filmlərindən biridir. Hətta orada məşhur aktyor, dünyasını dəyişən Heath Ledger də oynayır və həmin filmdə ən yaxşı aktyor mükafatını ona təqdim etmişlər, səhvləmirəmsə. Amma mənə görə Interstelları üstələyə bilən film çox az olar. Interstellar. O zaman qalibimiz Interstellar oldu.